Salam dostlar, xoş gördük. Deməli, keçən dərsdə yenə prinsiplərdə qalmışdıq və bir sıra məsələləri qeyd elədik. Bu prinsiplər məsələsi davam edir. Füzuli yenə növbəti prinsiplərlə keçid alır. Aslın axar növbəti bir prinsip el-vacibu vacibəni. Buyurur ki, vacib varlıq, iki qism vacib varlıq var. Baxın, burada biz vacib deyəndə dedik, fəlsəfədə vacib deyəndə adətən Allah nəzərdə tutulur, vacib varlıq. Lakin Füzuli burada filosofların vacib məfhumu, vacib anlayışı haqqında başqa bir prinsipini qeyd edir. O da budur ki, biz vacib məfhumuna fərqli bir yöndən, fərqli bir cəhətdən nəzər sala bilərik. Əgər bu cür olsa, o zaman vaciblərin sayı çoxalır. Deməli, ümumilikdə vacib deyiləndə Allah nəzərdə tutulur. Amma biz vacib anlayışını fərqli yönlərdən nəzərdə keçirsək, fərqli yönlərindən təhlil etsək, o zaman vacib varlığın sayları çoxala bilər. Ona görə Füzuli buyurur ki, Məhəmməd Füzuli, vacib iki qismdir, vacib varlıq iki qismdir. Vacibun bizzat, birinci növ vacib, zatı etibarla vacibdir. Yəni, vaciblik, əzəlilik, əbədilik, mütləqlik, bütün sifətlərində mütləqlik, zatında bəsidlik və s. onun zatından qaynaqlanır, özündən qaynaqlanır, kənardan ona verilməyib, hansısa bir səbəbdən qaynaqlanmır, o özüdür bu sifətlərə sahib olan. وَهُوَ الَّذِي لَا يَسْبِقُ وُجُودَهُ عَدَمٌ. Baxın, tərifə baxın. Vacib bizzat nədir? Yəni, yoxluq heç vaxt onun zatına yol tapmır. Yəni, o heç vaxt yox olmayıb. O hər zaman mövcud olub və hər zaman da mövcud olacaq. Bütün yönləri ilə. Sonra ikinci vacib, vacibun bil-qeyrdir. Yəni, zatından qaynaqlanmır vaciblik. Başqa bir səbəbdən qaynaqlanır. وَهُوَ الَّذِي يَسْبِقُ وُجُودَهُ عَدَمٌ. O, yoxluğu varlığından öncə gələn, təbii ki, bu məcazi bir ifadədir, yoxluğu varlığından öncə gələn bir vacibdir. Yəni əvvəl olmayıb, sonra da mövcud olan varlıqlar, bunlar nədir? Zatı etibarıyla vacib deyirlər. Bunlardakı vaciblik kənar səbəbdən qaynaqlanır. Ona görə bu ikinci növ vacibə dostlar, biz Allah demirik heç vaxt, Tanrı demirik. Nəyə görə? Çünki onda olan vaciblik özündən qaynaqlanmır. İndi mənası nədir? Bunu biz yəqin ki, keçən dərsdə də qeyd eləmişdim. Oradan aydın olur ki, səbəblər zinciri meydana gələndə, bir araya gələndə nəticənin meydana gəlməsi vacibdir. Baxın, burada da bir vaciblik var. Amma bu vaciblik zatdan qaynaqlanmır, o səbəblər zincirindən qaynaqlanır. Tutalım, hansısa bir yaranmış. Bu, hansısa bir nəsnə ki, yaranıb, o səbəblər zinciri meydana gələndən sonra yaranır. Və səbəblər zinciri meydana gələndən sonra artıq onun yaranışı zərurət kəsb edir. Zəruridir, vacibdir o yaransın. Yəni, yaranmaması mümkün deyil. Burada da bir vaciblik var. Amma bu vaciblik o varlığın, nəsnənin öz zatından qaynaqlanmır. Ona görə buna zati vacib demirik. Qeyri zati vacibdir bu. Niyə? Çünki bunun vacibliyi onun zatından yox, kənar səbəbdən qaynaqlanır. Sonra Füzuli buyurur ki, vəl-vücudu vücudəni. Varlıq da iki qismdir. Əl-vücudul mutlaq, mütləq varlıq, kə-vücudul bəri, Allahın varlığı kimi, və huvə lə yətəğəyyər, və lə yüstəfət minəl-qeyr. Bu, mütləq varlığın əlaməti nədir? O, heç vaxt onun zatında dəyişiklik yoxdur, dəyişiklik onun zatına yol tapmaz. Niyə? Çünki dəyişiklik nə zaman baş verir? Dəyişiklik o zaman baş verir ki, nələrsə çatışmır. Nöqsan var, naqislik var və o dəyişiklik o naqisliyi aradan aparmaq üçündür. Təkamül o naqisliyi aradan aparmaq üçündür. Və ya bəzən təkamülə doğru yox, əksinə düşüş meydana gəlir. Bu, nöqsana doğru bir dəyişiklik baş verir. Hər iki halda da istər təkamülə doğru olsun, istər düşüşə doğru olsun, bu dəyişiklik zatda olan, o varlıqda olan nöqsandan qaynaqlanır. Amma bir varlıq ki, onun zatı mütləq kamildir, orada təkamülə, orada dəyişikliyə yer yoxdur. Və lə yüstəfədu minəl-qeyr və o heç vaxt kənarda nəsə təsir qəbul etməz. Niyə? Çünki təsir qəbul etmək üçün zatda nöqsan mövcud olmalıdır bu bir. İkinci məsələ budur ki, kənardan əgər təsir qəbul edirsə, o kənardakı varlıq bundan daha kamildir və bunun səbəbidir. Aydındır. İndi bəzən səbəbi ola bilər, bəzən səbəb olmaya da bilər. Çünki bəzən iki yaranmış varlıq bir-birindən təsirlənə bilir. Hər bir halda bu zatda olan nöqsandan qaynaqlanır. Vəl-vücudul müstəfəd kə-vücudul mümkün. Birinci mütləq varlıq idi, ikinci isə istifadə olunmuş varlıq, yəni mümkün varlıq. Hansı ki, onun zatında dəyişiklik var,
hansı ki o sonradan yaranıb, hansı ki o səbəbə möhtacdır və o təbii ki birbaşa mütləq şəkildə mövcud ola bilməz. Ona görə də onun zatında mövcud olan xüsusiyyətlərin heç biri mütləq kamillik vəsfinə sahib deyil. Onun zatında olan müsbət xüsusiyyətlər hamısı sonludur. Sonradan meydana gəlib və daim təkamülidir. Mümkün varlıqların xüsusiyyətidir dostlar. Və huve mutagayyirun və mustafadun. Görürsünüz, o dəyişkəndir və istifadə olunub. Yəni nə deməkdir istifadə olunub? Yəni varlığını başqasından alıb. Aha, burada indi bir önəmli bir məsələ var dostlar. Onu istəyirəm sizin nəzərinizə çatdırım. Və mutlaqul vücud şamilun lehuma. Buyurur ki, mütləq varlıq hər ikisinə şamildir. Yəni həm burada təbii ki, mütləq varlıq deyəndə məfhum olaraq deyir. Ki o ki biz varlıq deyirik, heç bir qeyd gətirmirik. Çünki əvvəldə biz varlığı iki qismə ayırdıq. Mütləq varlıq, qeyri-mütləq varlıq. Baxın, bunlar qeyddir. Mütləq qeydini gətiririk, qeyri-mütləq qeydini gətiririk. Amma bir də var varlıq heç bir qeyd gətirmədən. Buyurur ki, və mutlaqul vücud şamilun lehuma. Mütləq varlıq anlayışı hər iki növədə şamildir. Buradan nə meydana gəlir dostlar? Buradan bu meydana gəlir ki, deməli, bir varlıq var, mütləq mənada varlıq, məfhum etibarilə, anlayış etibarilə. Bir də onun növləri var, qismləri var. O növlərdən və qismlərdən biri vacib varlıqdır, digəri mümkün varlıqdır. Buradan hansı nəticəyə çatırıq? Buradan o nəticəyə çatırıq ki, biz tohid deyəndə, axı tohid nə idi? Tohid Allahın zatını şəriksiz, bənzərsiz və bəsit bilməkdir. Baxın, biz tohidin tərifini demişdik ki, tohid odur ki, zatda heç bir mürəkkəblik olmasın. Zat, varlıq bütün yönləri ilə bəsit olsun. Və bu bəsitlik təkcə xarici aləmdəki vücuda şamil deyil. Yəni, o varlığın xarici aləmdəki vücuduna şamil deyil. Həm də zehində də o nə olmalıdır? Mürəkkəb olmamalıdır, bəsit olmalıdır. Bunu harada deyirlər? Bunu təbii ki, teoloqlar, kəlam alimləri öz əsərlərində deyirlər. Buradan nə nəticəyə gəlir? Buradan bu nəticəyə gəlir ki, əgər biz desək ki, ortada mütləq bir varlıq anlayışı var və onun qismlərindən biri vacib varlıqdır. Nəticədə nə olur? Bu vacib varlıq özü xarici aləmdə olmasa da zehində varlığı mürəkkəbləşmiş olur. Niyə? Çünki onun bir varlıq hissəsi var. Baxın, bu zehində də, bunu xarici aləmdən qarışdırmayın. Bu onun bir varlıq hissəsi var. Çünki varlıqdır, varlığın bir növüdür. Bir də vaciblik hissəsi var. Varlıq və vaciblik birləşəndə nə meydana gəlir? Tərkib meydana gəlir, mürəkkəblik meydana gəlir. Aydındır, ona görə dostlar, vəhdət vücud nəzəriyyəsi və bu nəzəriyyəyə inananlar iddia edirlər ki, həqiqi tohid, zatda tohid ancaq vəhdət vücud nəzəriyyəsi ilə mümkündür. Niyə? Çünki vəhdət vücud nəzəriyyəsində varlığın yalnız bir dənə növü var, bir dənə qismi var. O da Tanrıdır. Mən bu bəhsə dostlar, Nəzər İrfan kitabında işarə eləmişəm. Çox qısaca o məsələyə toxunum. Baxın, kitabın 70-ci səhifəsinə baxın, burada zatda tohid bəhsi var. Burada bu məsələni qeyd eləmişəm. Mən istəyirəm çox qısa oxuyum oradan. Sizin nəzərinizə çatdırım bunu. Baxın, burada qeyd eləmişəm ki, filosof və teoloqların qənaətinə görə zatda tohid dedikdə Allahın təkliyi, şəriksiz olması, zatına heç bir şəkildə xarici və zehni mürəkkəbliyin yol tapmaması və s. nəzərdə tutulur. Yəni, zatda tohiddə budur ki, mütləq cəhətdən bəsit olmalıdır və onun bənzəri şəriki olmamalıdır, heç bir tərkib onun zatına yol tapmamalıdır. Məsələn, indi burada bir misal da çəkirəm. Məsələn, müasir teoloq Cəfər Sübhaniyə görə zatda tohid dedikdə Allahın vahid, əhəd, şəriksiz, bənzərsiz olması nəzərdə tutulur. Baxın, burada müəllif iki şey qeyd edir. Vahid olması, əhəd olması. Və vahid dedikdə zatda, yəni zatın xarici baxımdan göründüyü kimi müəllif zatda tohidə dair bir neçə təməl şərt qeyd edir. İlk olaraq Allahın vahid və əhəd olduğunu vurğulayır. Allah vahid və əhəd olmalıdır. Vahid Allahın zatının xarici baxımdan, əhəd isə onun zatının xarici yönlə yanaşı zehni baxımdan da bəsit olması deməkdir. Yəni, bu mürəkkəblik xarici aləmdə olmadığı kimi zehnimizdə də olmamalıdır. Yəni, təhlil o zatda mürəkkəbliyi yaratmamalıdır. Və bu ancaq harada mövcuddur? Bu ancaq vəhdət vücud nəzəriyyəsinə əsasən mümkündür. Çünki vəhdət vücud nəzəriyyəsində varlığın bir dənə nümunəsi var. O da Allahdır. Allahdan qeyriləri həqiqət deyilmi? Əlbəttə həqiqətdirlər. Onlar da reallıqdırlar. Amma onlara
ariflər varlıq demirlər. Varlığın bir növü var. Ona görə vəhdət-i vücud nəzəriyyəsində zatda tövhid həqiqi mənada öz əksini tapır. Çünki tövhidi biz 3 qismə ayırıq, düzdür dostlar? Zatda tövhid, feillərdə tövhid, sifətlərdə tövhid. Adətən tövhid, zatda tövhidə aid qeyd olunanlar, məsələn, Allah şəriksiz olmalıdır, bənzərsiz olmalıdır, elə olmalıdır, belə olmalıdır. Bunlar adətən sifətlərə dəlalət edir. Yəni şəriksiz olmaq nə deməkdir? Sifətdir. Bənzərsiz olmaq nə deməkdir? Sifətdir. Bunlar adətən sifətə dəlalət edir. Atributlara dəlalət edir. Bir də var xarici aləmdəki varlıq. O xarici aləmdəki varlıq, o həqiqət birdir, yoxsa birdən çoxdur? Əgər desək ki, o xarici aləmdəki o varlıq birdən çoxdur, çünki fəlsəfə nə deyir? Fəlsəfə deyir ki, varlıq iki qismdir. Vacib varlıq var xarici aləmdə, bir də mümkün varlıq var xarici aləmdə. Yəni vücud, varlıq, mövcudluq xarici aləmdə iki qismdir. Vacib və mümkün. Deməli biz nə etmiş olduq? Varlığı iki qismə ayırırıq və deyirik ki, xarici aləmdə birdən çox varlıq var. Sadəcə olaraq o varlıqlardan sadəcə biri vacibdir, digərləri mümkündür. Və olan təqdirdə varlığın özü daha geniş məna kəsb edir. Niyə? Çünki biz burada nə etmiş oluruq? Varlığı qismlərə ayırırıq. Əgər varlığı qismlərə ayırırıqsa, deməli varlıq burada daha geniş məna kəsb edir və vacib varlıq, yəni Allah o varlığın yalnız bir hissəsi, bir parçası olmuş olur. Ona görə bunu yadımızda saxlayaq ki, vəhdət-i vücud nəzəriyyəsi sözün həqiqi mənasında zatda tövhidə dəlalət edir. Amma digər nəzəriyyələr onlar zatda tövhidə həqiqi mənada dəlalət eləmir. Sonra Məhəmməd Füzuli buyurur ki, vəl-ədəm və aydnan ədəməni. Yoxluq da iki qismdir. Əl-ədəmül mutlaq, məsələn, mütləq yoxluq ki, ədəmil mumtəni. Mumtəni yəni qeyri-mümkün. Hansı ki, onun yaranması qeyri-mümkündür. Məsələn, iki ziddin bir arada olması, bu qeyri-mümkündür. Bir şey eyni anda həm var olsun, həm yox olsun, bu qeyri-mümkündür. Bu nədir? Mümtəni yoxluqdur. Yəni qeyri-mümkün, mümkünsüz yoxluqdur. Onun xarici aləmdə həyata keçməsi qeyri-mümkündür. Baxın, dostlar, burada biz xarici aləmdən danışırıq, zehindən danışmırıq. Çünki zehində heç nə mümkünsüz deyil. Zehində siz hər şeyi təsəvvür edə bilərsiniz. Zehində siz hər şeyi təsəvvür edə bilərsiniz. Ona görə buradakı deyir yoxluq iki qismdir. Bu xarici aləmə nisbətdə yoxluğu nəzərdə tutur. Amma zehində belə bir qayda var ki, qeyri-mümkün olan şeyi belə zehin təsəvvür edə bilir. Aydındır, fardul muhal leysə bi muhal. Muhal olanı, qeyri-mümkün olanı təsəvvür etmək özü qeyri-mümkün deyil. Zehində biz Allahın şərikini də təsəvvür edə bilirik. Əks təqdirdə biz Allahın şərikinin yoxluğunu heç cür əsaslandıra bilmərik. Çünki təsəvvür etmədiyimiz bir şeyi necə əsaslandıraq? Ona görə burada yoxluğu iki qismə bölünür. Bu xarici aləmə nisbətdir. Biri qeyri-mümkün yoxluqdur, hansı ki, onun xarici aləmdə yaranması mümkün deyil heç bir halda. Vəl-ədəmul mudaf. İkincisi nədir? Nisbi yoxluqdur. Kə'ədəmil mümkün. Eyni ilə mümkün varlıqların yoxluğu kimi. Və mutlaqul ədəm şamilun ləhumə. Burada da eyni sözü deyir ki, yəni mütləq yoxluq məfhumu hər iki yoxluğa şamildir. Çünki ortada bir yoxluq məfhumu var və biz o yoxluq məfhumunu iki qismə ayırırıq. O yoxluq məfhumunu biz nə edirik? İki qismə ayırırıq. Mütləq yoxluq, qeyri-mütləq yoxluq və ya nisbi yoxluq. Vəl-ədəmul mudafu səbitun indəl mu'təzillə. Sonra buyurur ki, nisbi yoxluq Mötəzilənin yanında sabitdir. Deməli, dostlar, burada iki məsələyə bir aydınlıq gətirmək istəyirəm. Bir, nisbi yoxluq anlayışı. Bir də sabit anlayışı. Bu, Mötəziləyə məxsus bir anlayışdır. Deməli, Mötəziləyə görə sabit deyilən bir məfhum var, anlayış var. Bu, yoxluqdan fərqlidir, daha geniş məna kəsb edir. Bir şeyin, bir var deyirəm, yoxdur, yəni xarici aləmdə bu mövcud deyil. Mən onun varlığını inkar edirəm. Amma sabit və ya onun ziddi olan nəfi, bu yoxluğa dəlalət eləmir. Və ya məsələn, varlıq deyəndə mənası budur ki, xarici aləmdə mövcuddur. Amma sabit də deyəndə bu yox, xarici aləmdə mövcuddur mənasını kəsb etmir, amma daha geniş mənada işlənir. Yəni, o şeyin reallığı var, həqiqəti var. Amma o həqiqət xarici aləmdə hazırda mövcud deyil. Baxın, bu çox önəmlidir. Bir şeyin sabitliyi onun həqiqətinin olmasıdır. Amma o həqiqət xarici aləmdə mövcud deyil. Mötəzilə alimləri bunu nisbi yoxluğa misal çəkiblər ki, nisbi yoxluq dediyimiz şeylər ki, indi izah edəcəm nədir o? Nisbi yoxluq dediyimiz şeylərin də həqiqəti var, amma xarici aləmdə mövcud deyillər. Nisbi yoxluq nədir? Deməli, dostlar, nisbi yoxluğu hansısa bir cəhətə, hansısa bir yönə, hansısa bir zamana görə
nisbiyyət təşkil etməsidir o nisbi yoxluq. Məsələn, tutalım. Hazırda tutalım, məsələn, hansısa bir əşyanı təsəvvür edin hazırda. Zehninizdə hansısa bir əşyanı təsəvvür edin. O əşya hazırda sizdə var. Amma tutalım o əşya bir gün qabaq, 1 il qabaq, 50 il qabaq mövcud deyildi. Baxın, o əşyanın, o nəsnənin varlığı sonradan meydana gəlib. Əvvəl, hansısa bir müddətdən əvvəl mövcud deyildi. Baxın, 50 il, 10 il, 10 gün bundan qabağa nisbətdə o yox idi. Amma onun yoxluğu mütləq yoxluq deyil, nisbi yoxluqdur. Niyə? Çünki o hazırda var. Və o hazırda var ola bilirsə, deməli onun var olma qabiliyyəti var. Mütəzilə bu cür izah ediblər. Və ya məsələn, tutalım, hansı bir əşya sağ əlimdədir, amma sol əlimdə deyil. Sağ əlimdə mövcuddur, amma sol əlimə nisbətdə o düzdür mövcud deyil, amma sabitdir. Niyə? Çünki sol əlimdə də ola bilər. Sol əlimdə ola bilərsə, deməli bu bir həqiqətdir, bu bir reallıqdır, bu bir sabitlikdir. İndi bu Mütəzilənin izahıdır. Nə qədər düzdür, nə qədər səhvdir, bundan işim yoxdur. Kimsə razılaşa bilər, kimsə deyə bilər ki, bu səhv-səhvdə söz oyundur. Ondan işim yoxdur. Sadəcə mən Mütəzilənin fikrini izah etməyə çalışdım. Yaxşı, deyə bilərsiniz ki, Mütəzilə niyə belə bir bölgü, niyə belə bir fikir ortaya atıblar, niyə yoxluğu bu cür iki qismə ayırıblar? Deməli, əsas məsələ burada, dostlar, Allahın elmi ilə bağlı yaranmış suallara cavab verməkdir. Baxın, elm məsələsi, elm məfhumu iki tərəfli bir anlayışdır. Tutalım, mən bir şeyi bilirəmsə, burada mən olmalıyam, obyekt və ya subyekt. Bu subyekt olmalıdır və mənim bildiyim o obyekt olmalıdır. Mən varam, bilən, idrak edən mənəm və bir də idrak olunan var xarici aləmdə. Bu ikisi mövcud olmadan, yəni mən və o, həmin nəsnə mövcud olmadan elm, idrak prosesi baş tutmur. Bu qeyri-mümkündür. Yəni ikimizdən biri olmasa və ya heç birimiz olmasa, idrak prosesi baş tutmur. Çünki mən həmin şeylə kontaktda olanda, müxtəlif müəyyən cəhətdən, o kontakt nəticəsində idrak prosesi həyata keçir. İndi, dinin mətnlərindən, zahirindən belə başa düşülür ki, Allah var idi və heç bir şey yox idi. Və sonradan həmin şeylər meydana gəldi. Və meydana gələn şeylər də tədricən, bəziləri tədricən meydana gəlir. Hələ meydana gəlməkdə davam edir. Aydındır. Bir tərəfdən biz bunu deyirik. Bir tərəfdən də deyirik ki, Allah hər şeyi bilir. Axı, bayaq dediyim prinsipə əsasən, bir şey yoxdursa hazırda, Allah onu necə bilə bilər? Məsələ budur. Aydındır. İndi, təbii ki, buna məsələn müəyyən cavablar veriliblər, amma bunun mahiyyətini izah etmək lazımdır ki, bir şey hazırda yoxdursa, Allah onu necə bilə bilər? Hətta buna insanlardan da misal çəkirlər ki, insan tutanın, baxır bir şagirdin potensialına, deyir ki, bu gələcəkdə belə olacaq. Bu düzdür, amma bəzən olmaya da bilər. Düzdür? Çünki bizim o təxminlərimiz heç vaxt 100%lik yəqin deyil, 100%lik əminlik kəsb eləmir. Bəzən əks də çıxa bilir. Bu artıq bizim elmimizin nöqsanlığıdır. Amma Allahın elmi belədir ki, orada heç vaxt nöqsanlığa yer yoxdur və Allahın bildikləri mütləq həqiqətdir və reallıqdır. Aydındır. Ona görə Mütəzilə bu irada cavab vermək üçün sabit nəzəriyyəsini ortaya atıblar ki, axı bir şeyin yoxluğu onun mütləq cəhətdən yox olduğu mənasına gəlmir. O bir cəhətdən var. O bir cəhətdən var səbəb olur ki, Allah həmin şeyləri bilsin. Aydın dostlar. Yəni bu nəzəriyyənin ortaya çıxmasının əsas səbəbi budur. Mütəzilə bu nəzəriyyəni buna görə ortaya atıblar ki, Allahın elmi barədə şübhələrə bu cəhətdən cavab versinlər. Dediyim kimi, indi nə qədər düzdür, nə qədər yanlışdır, nə qədər məntiqlidir, nə qədər məntiqsizdir, bu artıq sizin öz öhdənizə qalıb, sizin təhlillərinizə qalıb, analizlərinizə qalıb ki, bu düzdür, səhvdir və s. Amma nəticədə insanlar çalışıblar ki, Allahın elmi barədə yarana biləcək şübhəyə bu səpkidə cavab versinlər. Xülasə, yoxluq da iki qismdir. Mütləq yoxluq, zehni yox, nisbi yoxluq və Mütəziləyə görə nisbi yoxluq həqiqətdir, reallıqdır. Baxmayaq ki, o xarici aləmdə mövcud deyil. O bizim zehnimizdə, ağlımızda mövcuddur. Və əl-vücudu zehniyyun və xariciyyun, varlıq iki qismdir. Zehni varlıq, xarici varlıq. Filosoflar, məntiq alimləri varlığı bir neçə qismə ayırıblar. Onlardan biri də zehni və xarici varlıqdır. Zehni varlıq deyəndə, məqsəd nədir? Zehni varlıq deyəndə, dostlar, zehnimizdə meydana gələn o anlayışları, məfhumları, həqiqətləri ehtiva edən o qəlib nəzərdə tutulur. Çünki zehin nədir? Zehin o anlayışların, məfhumların, idrakın olduğu o zərfdir,
o yerdir, hissədir. İndi mən yerdir, məkandır deyirəm, bu təbii ki, məcazi mənada deyirəm. Çünki zehin maddi həqiqət deyil, mücərrəd bir həqiqətdir, abstrakt bir həqiqətdir, amma reallıqdır. Onun reallığını biz necə bilirik? Onun reallığını biz bu cür bilirik ki, biz zehnimizdə xarici aləmdə olmayan həqiqətləri də dərk edə bilirik. Məsələn, zehnimizdə xəyallar qura bilirik, hansı ki, onlar xarici aləmdə mövcud deyil. Deməli, bu aləm başqa bir aləmdir. Bu aləm xarici aləmdən fərqlənən bir aləmdir ki, biz o aləmdə o şeyləri təsəvvür edə bilirik. Əgər zehni aləmi həqiqət olmasaydı, biz heç vaxt xəyal qura bilməzdik, biz heç vaxt keçmişi yada sala bilməzdik. Çünki hazırda xarici aləmdə ancaq indi mövcuddur, keçmiş mövcud deyil, gələcək mövcud deyil. Amma biz zehnimizdə keçmişi xatırlayırıq, gələcəyə dair xəyallar qururuq və s. Bu onu göstərir ki, zehni aləm adlı bir həqiqət var və bu həqiqət reallıqdır, yəni xəyal məhsulu deyil, puç deyil, illüziya deyil, bu reallıqdır. Və biz onun hesabına düşünə bilirik, təsəvvür edə bilirik, dərk edə bilirik, məsələlər həll edirik, misallar həll edirik, planlar qururuq. Əgər zehn olmasaydı, biz gələcəyə dair plan qura bilməzdik. Əgər zehn olmasaydı, biz keçmişdən tutalım, ibrət ala bilməzdik, keçmişi xatırlayıb müəyyən dərslər ala bilməzdik və s. Yəni zehnin faydaları saymaqla bitməz. Ona görə filosoflar varlıqları ən məşhur bölgüdə iki qismə ayırırlar. Zehni varlıq, xarici varlıq, xarici varlıq, xarici aləmdir. Bizdən kənar olan, mövcud olan xarici aləmdir. Zehni varlıq isə bizim zehnimizdəki, o zehnimizdir ki, onun bayaq sadaladığım xüsusiyyətləri var. Və təbii ki, burada başqa bir bəhs də var. Filosoflar bunu geniş bəhs ediblər. Zehni varlıqla xarici varlıq arasındakı uyğunluq. Biz xarici aləmi idrak edirik, o idrak zehində əks olur. Burada məsələ budur ki, zehnimiz xarici aləmi olduğu kimi dərk edə bilirmi? Yəni, zehnimizdəki həqiqətlə xaricdəki həqiqət tam olduğu kimi üstə düşürmü, yoxsa düşmürmü? Bu artıq epistemoloji bir bəhsdir, geniş bir bəhsdir. Bunu fəlsəfə kitablarında geniş müzakirə ediblər. Mən istəmirəm o bəhsə daxil olum, çünki o bəhs çox uzun bəhsdir. O, bir neçə dəqiqəlik izahla çatdırılması mümkün olan bəhs deyil. Aydın dostlar, bu da bir prinsip idi ki, fizioloq qeyd elədi. Növbəti prinsiplər, bir neçə prinsip hələ qaldı. İnşallah növbəti dərslərdə onları qeyd edəcəm. Bu günlük qədər.